Bugün sizin üçün xüsusi hazırladığımız bu dərindən təhlildə Azərbaycanın bank sektorunda baş verən çox qəribə bir iqtisadi paradoksu araşdırırıq. Bəli, yəni əlimizdəki əsas mənbələr 2026-cı ilin ilk rübünə dair Mərkəzi Bankın rəsmi statistikası və iqtisadçıların rəyləridir. Dəqiq. Və missiyamız iqtisadiyyatın ən təməl qaydalarından birinin niyə işləmədiyini və bunun sizin cüzdanınız üçün əslində nə anlama gəldiyini tapmaqdır. Yəni, gəlin bunu aydınlaşdıraq. Aha, buyurun. İqtisadiyyat adətən bir tərəzi kimidir, elə deyil? Yəni, bank ucuz pul tapırsa, məsələn, sizin depozitinizlə, onu ucuz da satmalıdır. Amma son məlumatlar göstərir ki, deyəsən bu tərəzi tamamilə qırılıb. Tamamilə qırılıb, bəli. Mərkəzi Bankın o 206-cı ilin ilk rübü rəqəmlərinə dərindən baxanda mənzərə çox aydın olur. Yəni, manatla depozit faizləri demək olar ki, donub qalıb. Hətta bəzi yerlərdə azalıb da, düzdür? Düzdür, cüzi də olsa aşağı düşüb. Lakin eyni vaxtda kredit faizləri həm rüblük, həm də illik müqayisədə artmaqda davam edir. Belə deyək, bankın xərcləri sabitdir, amma satdığı pul getdikcə bahalaşır. Bir dəqiqə. Burada məsələ doğrudan da çox maraqlı bir hal alır. Əgər bankların xərcləri, yəni o depozit faizləri azalırsa, niyə gəlirlərini, yəni kredit faizlərini artırırlar? Bax, əsas sual da elə budur. Yəni bu, dinləyici kimi bizim zərərimizə işləyən təktərəfli bir oyun deyilmi? Məntiqlə xərc azalanda qiymət də düşməlidir axı. Qıraqdan baxanda tam olaraq elə görünür. Amma iqtisadçıların rəyinə görə, məsələ sadəcə bankların daha çox qazanmaq istəyi deyil. Səbəb iki əsas amillə bağlıdır. Sistemdəki yüksək likvidlik və bazardakı artan risklər. Yüksək likvidlik deyəndə, yəni pul bolluğunu nəzərdə tutursunuz? Bəli, tam olaraq onu. Hazırda sistemdə kifayət qədər sərbəst pul var. Dövlətin xərcləmə dinamikası və valyuta bazarındakı sabitlik sayəsində dövriyyədə pul çoxdur deyə bankların sizin yeni pulunuza o qədər də kəskin ehtiyacı yoxdur. Aha, başa düşdüm. Bunu bəlkə də bir ambar kimi təsəvvür edə bilərik dinləyicilərimiz üçün. Necə yəni ambar kimi? Yəni bankların ambarı artıq nağd pulla ağzına qədər doludur. Bu həmən o yüksək likvidlikdir. Ona görə də mən ora yeni pul gətirəndə mənə deyirlər ki, çox sağ ol, ehtiyac yoxdur və buna görə də çox aşağı faiz verirlər. Çox gözəl analogiyadır, bəli. Ambar doludur deyə sizin pulunuza aşağı qiymət biçirlər. Amma ikinci amil... Yəni mən o ambardan borc istəyəndə vəziyyət dəyişir. Dəyişir çünki ikinci amil, yəni risklər işə düşür. Likvidlik çox olsa da, bank o pulu hamıya rahat paylamaq istəmir. İndiki 2026 reallıqlarında həm inflyasiya təzyiqləri, həm də bazar qeyri-müəyyənlikləri xüsusən biznesləri daha riskli edir. Deməli, bank düşünür ki, sən riskli müştərisən, pulumu qaytarmaya bilərsən və qiyməti, yəni faizi süni şəkildə qaldırır. Tamamilə doğrudur. Bəli, bank o potensial itkini bəri başdan nəzərə alıb özünü bir növ sığortalayır. Beləcə, depozit və kredit faizləri arasındakı o böyük uçurum yaranır. Vay, yəni mən bu sistemdə həm əmanətçi kimi pulumu qoyanda uduzuram, həm də borcalan kimi pul götürəndə əziyyət çəkirəm. 2 qat zərbə. Təəssüf ki, reallıq budur. Ümumi mənzərəyə baxsaq, bu uçurum bankların sırf qoruyucu və ehtiyatlı davranışından qaynaqlanır. Yəni, ucuz maliyyələşmə, o dolu ambarlar heç də həmişə vətəndaş üçün ucuz kredit demək deyil. Bu həqiqətən də düşündürücüdür. Yəni, o ehtiyat tədbirinin bədəlini sonda sadə vətəndaş ödəyir. Amma burada mənim ağlıma başqa bir sual da gəlir. Buyurun, eşidirəm. İndi banklar bu ambarlarındakı nağd pul bolluğuna, o likvidliyə güvənirlər də, düzdür? Və buna güvənib riskli müştərilərə də yüksək faizlə kredit verməkdən çəkinmirlər. Bəli, yüksək faiz onlara qısa müddətli təhlükəsizlik hissi verir. Bəs görəsən, sabah həmin o riskli müştərilər kütləvi şəkildə borclarını qaytara bilməsələr nə olacaq? Yəni, bankların güvəndiyi o yüksək likvidlik sistemi xilas etməyə bəs edəcəkmi? Çox yerində bir sualdır və bəlkə də iqtisadçıların ən çox qorxduğu ssenaridir. Yoxsa bu bəlkə də tamamilə yeni və daha böyük bir böhranın başlanğıcıdır. Bunu bəlkə də izləyicilərimiz özləri düşünməlidir. Çünki o ambarlar bugün doludur, amma sabah nə olacağını heç kim bilmir. Elədir, bu sistemin əsl sınaq anı ola bilər. Qısacası, rəqəmlər heç də həmişə tam təhlükəsizlik demək deyil. Çox sağ olun bu dərindən analiz üçün. Dəyərli dinləyicilər, bu sual ətrafında mütləq düşünün. Sizin cüzdanınızdakı tərəzi bugün necə işləyir?
Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Növbəki görüşlərədək.